Quba şəhərində yerləşən Zaur Cəfərov adına 3 saylı orta məktəbin qarşısında təhlükəli vəziyyət yaranıb. Şimal Newsa verilən məlumata görə problem Əliqulu Nərimanov küçəsinin məktəbin qarşısından keçən hissəsində müşahidə olunur. Bildirilir ki, həmin ərazidə piyada keçidi üçün çəkilmiş zolaq tamamilə silinib, nəticədə sürücülərin əksəriyyəti bu hissədə piyadaların üstünlüyünü nəzərə almır. Bundan əlavə ərazidə quraşdırılmış piyadalara yol ver, yol nişanı bir çox hallarda sürücülər üçün görünməz hala düşür. Sakinlərin sözlərinə görə, xüsusilə pik saatlarda nişanın qarşısında avtomobillərin park edilməsi yol nişanını görünməz edir. Bu səbəbdən də sürücülər hərəkət zamanı onu sezə bilmirlər. Nəticədə məktəbə gedib gələn azyaşlı şagirdlər yolu keçməkdə çətinlik çəkirlər. Bəzi hallarda isə onlar avtomobillərin qarşısından qaçaraq yolu keçməyə məcbur qalırlar. Sakinlər bildirirlər ki, məktəb ətrafında təhlükəsizliyin təmin olunması üçün piyada zolağının yenidən çəkilməsi, yol nişanının isə daha görünən və təhlükəsiz yerdə quraşdırılması vacibdir. Onlar aidiyyəti qurumları mümkün faciənin qarşısını almaq üçün məsələyə operativ müdaxilə etməyə çağırırlar.